Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme aczil levəliyyekel fərəc. Məkasib kitabında qeybət bölümündən 42-ci dərsi oxuyuruq. Bildiyiniz kimi biz keçən dərslərimizdə qeyd elədik ki, İki yerdə qeybət eləmək istisna olunub. Bunların birincisi mutəcahir bi fisqidir, yəni bir nəfər aşikar günah eləyə. İkincisi məzlumun zalimin haqqında qeybət eləməyidir. Yəni bir nəfər başqa bir şəxsə zülm eləsə, o məzlum zalimin qeybətini eləyə bilər. Və buna neçə dənə dəlil gətirdi mərhum Şeyx Murtəza Ənsari. Bir ayə oxumuşduq, digər ayəni də keçən dərsimizdə oxumuşduq. Ki ayə bundan ibarət idi. Bismillah, la yuhibbullahul cəhrə bis-su minəl qul illa mən zulimə. Və bir rivayət də oxuduq. Bu ayənin təfsirində təfsir-i Əyyaşi Həzrət buyurdu ki, mən əzafə qovmən fəəsaə ziyafətəhum fəhuvə mimmən zələmə fəla cunahə aleyhim fîmə qalu fîhî. Və hazihər rivayə, burada qalmışdıq. Mərhum Şeyx Murtəza Ənsari buyurur, bu rivayəti ki, təfsir-i Əyyaşidə nəql olunub və in vəcəbə tovcihuha, vacibdir o rivayəti biz tovcih eləyək, şərh eləyək. Çünki rivayət ki, buyurdu, mən əzafə qovmən fəəsaə ziyafətəhum, bir nəfər bir insanları qonaq eləyə və onların qonaqlığını pis eləyə. Və bu adam o şəxslərdəndir ki, bu zülm eləyir bu qonaqlara və qonaqlar da onun haqqında söz danışa bilərlər, pisləyə bilərlər. Mərhum Şeyx buyurur, imma bihəmləl isaə əla ma yəkunu zülmən və hətkən li-etiramihim. Burada rivayətdə əsaə kəlməsini gərək burada həml eləyək. O yerə ki, deyək bu ev yiyəsi ki, bunları qonaq eləyibdir, ev yiyəsi onlara zülm eləyib, onlara hörmətsizlik eləyib. Ondan sonra biz deyək ki, onlar məzlumdular və bunun haqqında qeybət eləyə bilərlər. Av bi qeyri zalik, ya əsaə kəlməsini biz rivayətdə başqa bir şeyə həml eləyək, yönəldək. İlla ənəha dallətun əla umumi mən zələmə fil ayəti şərifə. Ya zulimə fil ayəti şərifə. Ki ayədə ki Allah buyurur, la yuhibbullahul cəhrə bis-su minəl qul illa mən zulimə. Buyurur, burada ayə-i şərifədə ayə dəlalət eləyir umumilikdə o şəxs ki məzlumdur, o zalimin haqqında danışa bilər. Və ənə kullə ma və əllə kullə mən zulimə fəla cunahə aleyhi fîmə qalə fiz-zalim. Ayə ki bu formada yetirir ki, məzlum zalimin qeybətini eləyə bilər. Biz də deyərik, hər o yerdə ki,
bir nəfər məzlum oldu, o məzlum zalimin haqqında söz deyə bilər, qeybət eləyə bilər. Və yuayyidul hökm fīmā nəhnu fihi. Digər tərəfdən bizim bu bəhsimizdə bu hökmü təyid eləyir. Hansı hökmü? Yəni məzlumun zalimin haqqında qeybətin icazəsini. Nə təyid eləyir bu? Buyurur, biz əgər desək ki, məzlum zalimin qeybətini eləyə bilməz, biz məzluma biraz da çətinlik yaradırıq. Niyə? Çünki məzlum ki, zalimin tərəfindən məzlum olub, narahatdır. O qeybəti ki, icazə verilir, heç olmasa o məzlum, o zalimin qeybətini elədikdə bir növ şəfa tapır, bir növ o qəlbində narahatçılığını aradan aparır. Əgər qadağan eləsək məzluma qeybət eləməyi, digər tərəfdən zalim buna zülm eləyib, bu tərəfdən də biz də deyək ki, bu haramdır, bu yazıq qəlbində o qədər narahatçılıq keçirəcək, o qədər hərəcə düşəcək, o da çətinliyə düşəcək. Ona görə də bu məzlum biraz rahatlıq əldə eləsin və icazə verilir ki, o qeybət eləsin. Digər tərəfdən də zalimin qeybətini eləmək bir növ zalimi o zülmdən çəkindirməkdir, onu islah eləməkdir. Ona görə bunlar da müəyyiddirlər ümumi hökmə. Ümumi hökm nə idi? Məzlumun, zalimin qeybətini eləməyi. Ona görə buyurur, ənnə fi mən'il məzlum min hazəlləzi huvə növun minət təşəffi hərəcən əzimən. Deyir, bu məzlumu qeybətdən mən eləməklik, qadağan eləməklik ki, bir növ o məzlumun, zalimin qeybətini eləmək təşəffi idi. Yəni ona şəfa idi, onu yüngülləşdirmək idi. İndi biz onu da ona qadağan eləsək, hərəcən əzimən. Bu artıq buna böyük əziyyət eləməkdir. Ona görə də biz o əziyyəti eləməmək üçün icazə verək ki, o qeybət eləsin. Və digər tərəfdən və ləənnə fi təşri'il cavaz, biz ki, bu məzlumun, zalimin qeybətinin eləməyin o cavazı məzənnətur rəd'un lil zalim. Bu zənn olunur ki, zalim zülmündən rədd olunsun, zalim zülmündən əl çəksin. Və hiyyə məsləhətun xaliyyətun mənim məfsədə. Bir zalimi zülmdən döndərmək özü bir məsləhətdir ki, məfsədəsi də yoxdur, heç bir pisliyi yoxdur. Və yəsbutul cavaz. Ona görə də cavaz sabit olur. Yəni məzlum zalimin qeybətinin cavazı sabit olur. Ləənnəl əhkamə tabiətun lil məsalih. Çünki hökmlər tabidir nəyə? Məsalihə. Bizim əqidəmizdə budur ki, nə qədər bizim vacibimiz var, haramımız var. Bunlar hamısı tabidirlər məsləhətə, məfsədəyə. Yəni haramdırsa məfasidə, vacibdirsə məsləhətə. Onun üçün deyir, ləənnəl əhkam tabiətun lil məsalih. Və yuəyyiduhu ma təqəddəm. Yenə də bu hökmə müəyyid bizim qabaqdakı oxuduğumuzdur. Qabaqda, məsələn, rivayət oxuduq. Rivayətdə belə deyirdi, Səlasətun leysə ləhum hurmətun. 3 nəfər var ki, dünyada onların hörməti yoxdur. Bir, sahibu həva, mubtədəun vəl imamul cair vəl fasiqul mul'in bi fisqih. 3 nəfər biri bu idi ki, bidət qoyan, ikincisi bir
cair rəhbər, zalim rəhbər. Üçüncüsü, öz fiskini, öz günahını aşkar eləyən. Bəs qabaqda biz ki bu rivayətdə oxuduq, Əl-İmamul Cair, zalim rəhbər, niyə görə onun ehtiramı yoxdur? Çünki zülm eləyibdi. Çünki zülm eləyibdi, ona görə onun ehtiramı yoxdur. Bəs burada da bir nəfər ki məzlum olubdur, o zalimin ehtiramı yoxdur. Biz də demişik ki, qeybət haramdır. Niyə haramdır? Çünki müminin ehtiramını qorumaq lazımdır. Müsəlmanın ehtiramını qorumaq lazımdır. Amma bir cair ki, onun ehtiramı yoxdur, da qeybəti də caizdir. Min ədəmul ehtiram lil imamul cair. Qabaqda oxuduq ki, rivayəti zikr elədim. İmam-ı Cairin ehtiramı yoxdur. Bənaən əla ənə ədəmə ehtiramihi min cəhəti cəvrihi. Bu cəhətə görə o zalimin ehtiramı yoxdur. Çünki o cəvr eləyir, çünki o zülm eləyir. La min cəhəti təcahurihi. Nəinki biz deyirik ki, zalim zülmünü aşkar elədiyi üçün onun ehtiramı yoxdur. Bir dəfə deyək ki, çünki zalim aşikar zülm eləyir, onun ehtiramı yoxdur. Bu başqa bir şeydir. Onda mənası budur, gizlin zülm eləsə, onda ehtiramı var. Onun qeybətini eləmək olmaz. Onda belə deyək. Amma bir dəfə də budur ki, deyirik çünki zülm eləyir, indi fərqi yoxdur, bu zülmü aşkar eləsin, ya gizlin eləsin. Zülmə görə bunun ehtiramı yoxdur. Ona görə buyurur, fə illa və ləm yazkuruhu fi muqabilil fasiqil mul'im bil fisk. Əgər zalimin ehtiramı mütəcahir be zülmə görə olsaydı, yəni aşikar zülm elədiyinə görə olsaydı, onda rivayətdə niyə deyilirdi ki, vəl imamul cair vəl fasiqul mul'im bi fiski. Onda elə bir dənə deyirdi, vəl fasiqul mul'im bi fiski. Vəl imamul cairi niyə gəlib onun müqabilində qoyurdu? Deməli, o ayrı bir şeydir, bu ayrı bir şeydir. Deməli, zalimin ehtiramı yoxdur. Hansı cəhətə görə yoxdur? Min cəhətə cəvri. Çünki zalimdir. İndi istəyir bu zülmü aşikar eləsin, istəyir gizlində eləsin, fərqi yoxdur. Çünki zalimdə hörməti yoxdur. İndi bir nəfər digər bir nəfərə zülm eləsə, zalimin ehtiramı yoxdur. Ehtiramı olmadığı üçün onun qeybətini eləmək də icazəlidir. Çünki qeybətin haram olmaqlığı illəti ondan ibarətdir ki, bir nəfərin abrısı, hörməti aradan gedir. Amma bir nəfərin ki, abrısı yoxdur, hörməti yoxdur, onun da qeybəti icazəlidir. Zalim də onun kimidir. Bir nəfər ki, bir nəfərə zülm eləyir, da onun ehtiramı yoxdur. Ehtiramı olmadığı üçün onun qeybəti də icazəlidir. Elhamdülillah Rabbil aləm.